Bismillahirrahmanirrahim. Salamu aleykum və rəhmətullahi və barakatuh. Həzrəti Əmir əl-Möminin Əli əleyhissalamın xilafətinə dair nə qədər dəlillər, sübutlar və hədislər vardır. Həmən hədislərdən də biri mənzilət hədisidir. Əzizlər, mənzilət yəni nisbət, yəni əlaqə. İki nəfərin arasında olan nisbətə, əlaqəyə mənzilət deyərlər. Əzizlər, mənzilət hədisi ən səhih hədislərdəndir ki, İslam dünyasında bütün firqələr bu hədisi qəbul eləyir və səhih yollarla gəlibdir. Mütəvatir yollarla gəlibdir. Yəni, bu hədisin içində heç bir şək və şübhə yoxdur ki, Allahın Rəsulundan sallallahu aleyhi və səlləm gəlibdir, bizim əlimizə çatıbdır. Bu hədis nədir? Mənzilət hədisi nə deməkdir? Mənzilət hədisi, baxın, diqqət edin. Mənzilət hədisi budur. Allahın Rəsulu sallallahu aleyhi və səlləm dəfələrlə müxtəlif yerlərdə, təkcə bir yerdə yox, müxtəlif yerlərdə Əmir əl-Möminin Əli əleyhissalama buyurubdur ki, Ya Əli, əntə minni bimənziləti Harunə min Musa, illa ənnəkə ləstə nəbiyyə və əntə xəlifəti fi kulli mu'minin bə'di. Ey Əli, sənin nisbətin mənə, Harun Peyğəmbərin Musa Peyğəmbərə olan nisbəti və əlaqəsi və mənzilətidir. Məgər bu ki, məndən sonra nəbi deyilsən, məgər bu ki, sən Peyğəmbər deyilsən, nəbi deyilsən və sən mənim xəlifəmsən bütün möminlərə məndən sonra. Təəssüflər olsun, minlərlə təəssüflər olsun ki, Vahhabilərin alimləri, alimcığazları, Yəhudi tayfası, Yəhudi firqəsi, bu sələflərin alimləri gəlib bu hədisi danırlar. Əlbəttə, danmırlar, gəlib bunu yozurlar, gəlib bunu təhrif eləyirlər. Hətta bu Vahhabilərin alimləri Qur'an-ı Kərimi belə təhrif eləyirlər, Qur'an-ı Kərimi belə cəl eləyirlər, ta ki Əmir əl-Möminin Əli əleyhissalamın xilafətini qəbul etməsinlər və xilafəti kənarlaşdırsınlar. Buna deyərlər münafiq sifətlilik və əhl-i beyt ilə düşmənçilik etmək. Birbaşa Allah ilə düşmənçilik etmək deyərlər, bax bu sözə. Bu videonu izləyin. منزلة هارون من موسى التي طيب بها خاطر علي رضي الله عنه ولما خرج موسى لميقات ربه قال لهارون اخلفني في أهلي فكما أن موسى طلب من هارون أن يخلفه في أهله النبي صلى الله عليه وسلم طلب من علي أن يخلفه في أهله فهذا وجه الشبه وليست القضية قضية خلافة ولا شأن لها بالخلافة لا من قريب ولا من بعيد. Gördüyünüz kimi bu təkfirçi Vahabi deyir ki, Həzrəti Peyğəmbərimiz ki, Həzrəti Əli əleyhissalama dedi ki, sənin nisbətin mənə Harun Peyğəmbərin Musa Peyğəmbərə olan nisbətidir və sən mənim əhlimdə, mənim əhlimin, yəni əhl-i beytimin içində xəlifəsən. Necə ki, Qur'an-ı Kərimdə, diqqət edin, Vahabi deyir ki, necə ki, Qur'an-ı Kərimdə belə gəlibdir ki, Musa Peyğəmbər dedi, Harun əxlufni fi əhli. Görəsən, əhli idi Qur'anda, əhli kəlməsi var Qur'anda. Baxın, əzizlər, Qur'an-ı Kərim, Əraf surəsi, baxın, Əraf surəsidir bu, 142-ci ayə. Nə deyir bu ayədə? Deyir ki, və qalə Musa, Bismillahirrahmanirrahim, və qalə Musa li əxihi Harun əxlufni. Bax, diqqət edin, Harun əxlufni fi qəvmi. Görürsünüzmü kəlməni? Fi qəvmi. Baxın, qavmi kəlməsi istifadə edibdir. Allah təbarəkə və təala qövm kəlməsindən istifadə edibdir. Amma bu Yəhudi firqəsi, Vahabi sələfi alimi deyir ki, yox, əhlidir. Yəni, hazırdılar Qur'anı belə təhrif etsinlər, cəhl etsinlər. Amma Əmir əl-Möminin Əli əleyhissalamın xilafətini qəbul etməsinlər və kənarlaşdırsınlar. Qur'an-ı Kərim deyir, Musa Peyğəmbər öz qardaşı Harunu öz qövmünün içində xəlifə qərar verdi. Amma bu təkfirçi, terrorçu Vahhabilər, sələflər deyirlər ki, yox, əhlinin. Bunlar bu işləri ilə, bu sözləri ilə Həzrəti Əmir əl-Möminin Əli əleyhissalamın xilafətinə iqrar etdilər, etiraf etdilər. Həmd olsun Allaha ki, bizim düşmənlərimizi axmaqlardan qərar verdi və öz dilləri ilə buna etiraf etdilər ki, Əmir əl-Möminin Əli əleyhissalam Həzrəti Peyğəmbərimizin bilafəsl xəlifəsi və canişinidir. Burada Qur'an-ı Kərimdə Allahın elçisi Musa Peyğəmbər Harun Peyğəmbəri özünə xəlifə bilir, özdə qövmümün içində. Qövm kəlməsi istifadə edibdir. Həzrəti Peyğəmbərimiz də buyurubdur ki, və əntə xəlifəti fi kulli mu'minin bə'di. O bir, ikincisi də buyurubdur ki, sənin nisbətin, sənin mənzilətin mənə Harun Peyğəmbərin Musa Peyğəmbərə olan nisbətidir. Nisbət nədir burada? Nisbət nədir burada? Qur'an-ı Kərimdə nisbət budur. Harun Peyğəmbər Musa Peyğəmbərin xəlifəsidir qövmünün içində.
Bütün Bəni İsrailin içində Harun peyğəmbər, Musa peyğəmbərin xəlifəsidir. Peyğəmbərimiz açıq-aşkar buyurubdu: "Ey Əli, yəni sən mənim xəlifəmsən." Necə ki Harun peyğəmbər Musa peyğəmbərin xəlifəsi idi. Məgər bu ki sən nəbi deyilsən. Harun peyğəmbər idi, amma sən peyğəmbər deyilsən. Lakin bütün sifətlər ki Harun peyğəmbərdə vardı, hamısı səndə vardı mənə nisbət. Bu da Həzrəti Əmir əl-Möminin Əli əleyhissalamın xilafətinin sübutu və həmd olsun Allaha ki, Vəhabilər yerlə yeksan oldular bu yalan danışmaqlarıyla. Bunlar Əhl-i Beytin düşmənidirlər. Bunlar Yezid və Muaviyyənin soyundan gəlmiş insanlardılar. Onların övladlarıdılar. Necə ki, Yezid İmam Hüseyn əleyhissalamın başını kəsdi. O işi gördü, o oyunları çıxdı. Həzrəti Əli əleyhissalamı da Muaviyyə istəyirdi adım batırsın və həmçinin ondan müharibəyə qalxdı. Amma kim axırda müftəzəh oldu? Muaviyyə ilə Yezid. İndi də bu Muaviyyə ilə Yezidin övladları çalışırlar bu zamanda da bu işləri görsünlər. Amma Əlinin şiələri buna icazə verməyəcək və həmd olsun Allaha ki, siz Vəhabilər günbəgün batırsınız. Günbəgün sizin abrınız, heysiyyətiniz gedir.